Salam herkese. Allah Allah. Ya Dikkat. Saççılığa riayət edin. qəşəng. Bilir də adam bu işi. Getdi. Salam herkese millət, mən Fəxri Əsədov və yeni videomuza xoş gəldiniz. Uşaqlar, bu günləri Prime Tuningdəyik. İndi gəlmişsən rəng dəyişimi, nəticəni gözləyək. Hikmətə xəyanət edə bilmirəm. Aysa, bu birinci sokumuzdur, maşından çıxan. Gəldi. Təbriklər usta. Qaz, stoplar, fara, bütün moldinglər, oturacaqlarımız. Bizim avtomobilimiz buradadır, BMW M4 CS. Amma biz bu avtomobili bir il bundan əvvəl Prime Tuningdən hazır vəziyyətdə götürməyimizə baxmayaraq, bizim qanımız dayanmır bir yerdə. Çünki avtomobili alandan bəri mən qeyd edirdim ki, avtomobil mandarin versiya 2 olaraq gəlir. Çatırıq. Çox yaxınam, 50 metr. 2 ayda güdürəm. Hansı dənizi keçdi, harada dayandı, İstanbulda neçə gün dayandı, neynədi, nağardı. Mandarin və bu neçə il ərzində yolda görən, komment yazan, canlıda sual soruşan hamı məndən yekdilliklə bir dənə şey soruşurdu ki, bəs qaqa, bu maşın mandarin olmayacaq. Və mən də birinci biraz fikirləşdim ki, ay CS-dir, ay limitli bir avtomobildir, gəl bunun rəngini dəyişməyək. Sonra istədim ki, dəyişirəmsə vinillə dəyişim. Həm vaxta qənaət eləyək ki, bir neçə günə biz vinillə bu işi həll eləyə bilərik. Amma təəssüflər olsun ki, hal-hazırda 2026-cı ildə vinillə bağlı, belə deyim də, icazə yoxdur. Yəni, biz bu avtomobilin vinillə rəngini dəyişə bilmirik. Dəyişə bilərik, amma ona uyğun bizə sənədləşmədə problem olacaq. Ona görə də deyirlər ki, qardaş, get maşını rəylə gətir rəngini dəyişək normal olaraq. Ona görə də biz yenə də gəldik, çıxdıq Prime Tuningə. Amma fikir versəz, Prime Tuningdə bu dəfə təkəm. Dünyamin işdən çıxmayıb, Dünyamin yanımdadır. Salam olsun, müəllim. Bəli. Yüngülvari qəza. Yüngülvari xəsarətimiz var. Dünyamin necəsən? Yaxşı, siz necəsiniz? Biz də yaxşıyıq, şükür Allaha. Nə təklif eləyirsən? Təklifi bildir. Sonra nəticəni gözlə. Mən ha fırlandım, ha fikirləşdim. Gördüm ki, yuxularımda bu maşını mən narıncı rəngdə görürəm. Dedim, yox, bir gün oyandım, dedim, bu belə gedə bilməz. Bu avtomobili mən narıncı rəngdə görmək istəyirəm və heç nə fikirləşmədim, heç nə axtarmadım, maşını xodladım, gəldim sənin yanıva ki, Dünyamin, necə baxırsan bu söhbətə? Bu maşını biz mandarin eləyə bilərik, yoxsa yox? Təbii ki, eləyə bilərik. Artıq mən bir dənə də C-Class orada dayanır. Onun da rəngini dəyişdi. Nə idi, nə oldu? Avtomobil beskraska idi, yəni rəng dəyməmişdi. Mənə belənçinə ürək-dirək verirsən. Yəni, noxud boyda batığı yox idi, bir sözlə. Hətta o müştərini sevdim. Məni sevmirsən. Yox, səni sevirəm. Səni niyə sevmirəm? Biz artıq bizim sevgimiz bir romana çevrilir. Hoppa, qəşəng. Çünki dəfələrlə mən Fəxridən bu sözü soruşmuşam ki, Fəxri, yarışlara gedirsən, avtomobilə baxırlar, festivallara gedirsən, yəni baxırlar. Bizim rənglə bağlı kimsə sənə nəsə bildirməyib. Yox, açığı əksinə baxıb deyiblər ki, zordur, qəşəngdir. Yəni, ancaq pozitiv eşitmişəm. Eynən də müştəri də bu C-Class, yəni Mercedes C-Class, onu müştərisi zəng elədi, dedi, avtomobilin rəngini dəyişmək istəyirəm. Hətta yəni, belə bir şey olmayıb bəlkə də Azərbaycanda. Yəni, mən müştərinin üzünü görməmişəm. Hələ də. Müştəri deyib ki, mənim maşınım filan yerdədir ki, sən götürürsən, gətirirsən, başlayırsan, axırda mənə təhvil verirsən. Mən, yəni bu sevindirici aldı, nəyə görə? Müştərinin yanında biz etibar qazanmışıq. Əsas məsələ. Əsas odur, yəni biz də əsas Prime Tuningin yaranma məqsədi, yaratmaq məqsədimiz ondan ibarətdir ki, müştəri qapıdan çıxdısa, hər hansı bir problemə görə üzümüzə qayıtmasın. Qayıtsa da, yeni bir işlər üçün. Necə ki, sən getdin, avtomobilində rəng işi gördük və indi gəlmişsən rəng dəyişiminə. Yəni,
Prosta dünyam indi rəng dəyişmək indi bilməyənlər ola bilər ki, paketləyib rəngləmirik də, maşın Yəni rəng sökülməlidir. dəyişimi nə olmalıdır? Rəng dəyişimində avtomobili ümumi sökülməlidir. Sökülməyən nələr aiddir? Yəni bamperdir, kapotdur, krulodur. Yəni nə görürüksə hər şey söküləcək avtomobildə. Amma müəllimin dostu var, bildiyiniz kimi. Hikmət. İndi Hikmət usta. Uşaqlar, mən Hikmətə xəyanət edə bilmirəm. Bəli. Hikmət mən gecə yuxularıma girib boğub eləyər məni. Düzdür, Prime-da yetərincə hər növə çox yaxşı ustalar var. Necə deyirlər, yığma komandadır belə deyirlər. Amma biraz burada belə deyim də, burada indi mənim maşını söksəm, ustalarla belə zarafatlaşa bilməyəcəm. Amma Hikmətlə çay qoy, ay Hikmət, doğra, sök çıxart, siz üçün maraqlı kontent çıxsın deyə Dünyaminlə bir bücür razılaşdırdım ki, qardaşım, mən bunu aparım, lüt eləyim, gətirirəm sənin yanıma. Amma Dünyamin patpres çıxır deyirlər, dal patpres. Gəl baxaq bir yerdə. Çünki rezin yoxdur burada. Əgər rəngin gördüyünüz kimi Aysa. burada hissə Ara. görsən. Bu aran olunmaq üçün bəli patpres çıxmalıdır. İndi patpres vacib deyil orada çıxartmaq. onu məncə Patpres burada- ustalarını çağıracağıq. Burada ayırıb yenidən Yaxşı install olunacaq. çıxartdılar. Sonra qoyanda havazat söhbəti. Heç bir problem olmayacaq. Ha, Bu da hal-hazırda da C-klassda bütün müştərilər çıxmışdı. Ay, sağ ol. Yenidən yığıldı, heç bir problem də olmayacaq. Qalan hissələrdir indi Belfstasın dam rəylənməyəcək, onu bilirik. Dam rəylənməyəcək. Bunları çıxardarıq yəqin ki, bu kantımız Ön olsun. bagaj, yəni kapotun alt Aha. hissəsidir, rəylənməyəcək. Hə, Çünki karbondur. bizdə karbon olduğuna görə arxa bagajın da içliyinə ehtiyac yoxdur, amma qapıların içləridir. Ay sağ ol, qapının Yəni, içidir, bax o petlezad oturan yerim. Stoykalardır, Ay sağ ol. bax, gördüyünüz kimi bu stoykalar düzdür, yazılar qalacaq. Yazılar istəyərəm saxlayaq necəsə. Yox, istəyirəm saxlayaq söhbəti yoxdur. Yəni onlar Qalacaq. qalmalı. Qəşəng. Bax xoşum gəldi bu söhbət. Bu avtomobilin bon nömrələri. İstəmirəm də bunlara müdaxilə eləyək. Belə götürsək, içəriyə çox girmirik, rezindən çölə. Rezindən çölə. Rezindən çölə. Rezindən çölə, bir də mühərrik bölməyə dəyməyəcək. Hə, orada dəymirik. Mühərrik bölməsi indi orada müəyyən hissə görsənir. Ona dəymərik, çünki mühərrikin sökülməsi, zat bunlar Yox, vaxt aparan bir ehtiyac şeylərdir. yoxdur. Ehtiyac yoxdur. Yəni 36-da da mənim o əsas o köhnə mandarində, onda da motorxana qara idi. BMW-nin M52 B28 kodlu, yəni 2.8 litr həcmində atmosfernik 193 at gücündə olan bir mühərrikimiz var. Bir də əsas məsələ vaxt. Hə. Bu yəni tez olunan bir iş deyil. Niyə? Bax, niyə bəndə komment yazacaqlar ki, qaqa, gətirərdin mənim yanıma 20 günə hazır. 20 günə hazır. Bunun səbəbləri var. 20 günə mən həmin pulu qazana bilərəm. Yəni Rahat. başqa müştəri gəlsin 20 günə onu rəngləyək, verək o maşını, yəni o mümkündür. Amma avtomobilin tam ideal rənglənməsi üçün, onun üstündə yəni görülən işlərin tam ideal olunması üçün müəyyən müddət lazımdır. O müddəti gözlədikdən sonra avtomobilin gələcəkdə indidən söhbət getmir. Ay sağ ol. Bir həftəyə 10 günə, 15 günə bir avtomobili rəngləyib verə bilərik. Aha. Heç bir də problem olmayacaq. Ay, Yəni amma sən çıxarsan 3 aydan sonra onda başlayacaq problemlər yaranmağa. Amma mən bu avtomobili keçən dəfə sənə təqdim eləyəndən sonra, yəni fevral ayıdır da, ya mart ayıdır. Bu vaxtlar idi. Hə, fevral-mart ayıdır. Mən sənə sual verdim dekabr ayında. Çünki 9 ay keçmişdi və sualı verdim ki, Fəxri, yəni heç bir problem yoxdur. İndi günü bu gün belə heç nə Günü yox. bu gündə heç bir problem yoxdur. Niyə? Vaxtında, vədəsində olunmuş işə görə və ən əsas səbəb, biz Çin istehsalı materiallardan ümumiyyətlə istifadə etmirik. Onları ayrıca yəqin ki, irəliləyən seriyalarda göstərəcəm. Əsas səbəblərdən biridir. Yəni astardır, üzdüydür, şpaplyovkadır. İndi bunlar loru dildə deyirəm, yəni elmi dilə heç ehtiyac yoxdur. Çünki insanlar hamısı bizi Hamı başa belə düşür. danışır, bəli. Hə, yəni bunlar əsas səbəbdir. Avtomobilin rənginin mükəmməl çıxması üçün orada əsas məsələ şpaplyovka, astar, rəng və lak. Ay sağ ol. Bu 4 problem, yəni əsas problem çıxardan səbəblərdən biridir. Bu material da, yəni adətən ucuz materiallardan istifadə olunanda böyük problemlərə səbəb olur. Amma irəliləyən dönəmlərdə də nə bilim 5 aya. Bir də əsas məsələ rənglənmə aldığı var. Şəraiti. İndi sən bizdə keçən dəfə fikir vermişdin kamera şəraitində. Artıq gördüyün kimi Fəxri 20 dərəcə istilik verildi rəng boyanma üçün. İndi proses başlayır, sistem izləyirik. Getdik bura.
Evet, hal-hazırda proses necə lazımdır başlayır. Avtomobilimiz salonda rəngləndi. Arxa krılomuz gördüyünüz kimi rənglənib. O diye, çoxdandır mən buranı, çoxdandır heç vaxt görməmişdim buranı ideal vəziyyətdə. Yəni 50 dərəcədə qurutma, yəni 40-50 dərəcə arası lap qurumalıdır. Yəni bunu Ay, sağ ol. bilməyənlər bilsin. Yox, əgər o qaraj şəraitində və yaxud da ki, istiliyə riayət olunmayanda böyük problemlərə səbəb olur. Onda mən belə başa düşürəm ki, mən 36-nı 4 dəfə rənglətdirmişəm. Demək olar ki, hər il rəngləyirdi. Çünki həm kraska tökülürdü, ya solurdu. Yəni belə deyim də çöldə də elə saxlamırdım da, qarajda qalan maşın idi, amma bununla belə mənim çoxlu problemlərim yaşanırdı. Dünyamin deyir ki, işin sirri elə vaxtdadır ki, bütün bu qat-qat olunan söhbətlərdə bunlar qurumalıdır, canına çəkməlidir, detal özlərinə götürməlidir ki, üzərinə vurduğumuz sloyda yaxşı effekt versin. Təbii ki. Müəllim, bağışlayırsan bizi, biz gedək. Siz gedin, avtomobilinizi sökdürün. Buradan mənə Hikmət Ustaya da salamlar. Onun xətrini çox istəyirəm. Yaxşı oğlandı. Bir-iki dəfə də getmişəm, çayını içmişəm. Ay, sağ ol. Yəni get, sən də çayını iç. Ay, sağ ol. Sonra Sök. gəl bir yerdə nəticəni gözləyək. Nəticə olacaq. Nəticə 100%. Hə, qəşəng. Getdik. Belə uşaqlar, universal qarajdayıq. Arxada fonda biraz səslər eşidə bilərsiniz. Çünki yan tərəfdə başqa maşının üstündə işlər gedir. Amma istəyirəm biraz Dünyamin danışdığı bir 10 dəqiqə söhbət elədik ondan. Amma istəyirəm biraz özüm də sizə məlumat verim ki, ümumi vəziyyət nə yerdədir. Hikmətin yanına gəldik. Gəlmə səbəbimiz də bu videonu çəkə bilim deyədir. Prime Tuningdə biz bunu söksəydik, açığı çox da tam kontent çəkə bilməyəcəkdim. Çünki orada hərə bir tərəfdən sökəcəkdi. Amma burada öz qarajımızdır deyə yavaş-yavaş, nə bilim, mən bir tərəfindən, Hikmət bir tərəfindən deyək-gülə avtomobili sökməyi planlaşdırırıq. Maşının rəngi niyə dəyişirsən deyə suallar gələ bilər və nəzərə çatdırım ki, bir il ərzində mən bu avtomobili ağ rəngində sürdüm. 2 dəfə trekə getdik, bir videosu çıxıb, o birisi də yəqin bu yaxınlarda çıxmış olmalıdır. Amma sözüm onda yox. Bir il ərzində mən bu avtomobili yetərincə sürdüm. Düzdür, yetərincə deməyim, sürdüm. Və belə deyim, M4-də qarşı olan, belə deyim, az gözlüyüm, biraz pistə çıxsa, onu biraz doyuzdurdum və artıq avtomobili rəngə hazır eləyə bilərik. Və məsələ nə yerdədir ki, mən bu avtomobili ən birinci vinil eləmək fikrində idim. Çünki yeni avtomobildir, 2019-un avtomobildir. Bunu zbor rəngləmək o qədər də məntiqli gəlmir əslində. Amma hal-hazır ki, belə deyim, qanunla vinilə sənəd ala bilmirik. Ona görə düşündüm ki, gözümüzü yumaq və istədiyimizi, arzuladığımızı həyata keçirmək üçün maşını rəyləmək etsə də rəngləyək. Və bir şey də deyim ki, avtomobil zaten bu avtomobilin Amerikadan Gürcüstana, Gürcüstandan Bakıya gələn seriyalarını izləmişsinizsə zaten görmüşsünüz ki, avtomobilin demək olar ki, ön hissəsi bütöv rəylənib, arxa krılolar rəylənib, şofer qapısı rəylənib, tam karbondur deyə ora rənglənməyib. Ona görə də bir dənə mənim sərnişin qapımdan savayı hamısı rənglənib, yəni 90% rənglənib deyə bilərik. Ona görə də elə gözümüzü yumduq. Düzdür, başa düşürəm, oranjov rəngdə, narıncı rəngdə M4 CS istehsal olunmasa da biz bu xəyalı ürəyimizdə qalsın istəmədik. Ona görə də narıncı rəngdə rəngləyəcəyik. Amma yenə də avtomobili
narıncı rəngdə olsa, BMW-nin öz rəngində eləyəcəyi Fire Orange rəngində. Hansı ki, bizim 36-nın rəngi də elə Fire Orange idi. Onu da qeyd edeyim ki, bu kuzov, yəni F82 kodunda M4 Competition, belə deyim, individual rəng olaraq narıncı rəngdə zaten istehsal olunub. Ona görə də nə nəticə çıxacağını aşağı-yuxarı bilirik. İstəsəz burada bir dənə kadr qoyaram. Yəni aşağı-yuxarı buna bənzəyəcək, amma düşünürəm ki, bizim avtomobilimiz təbii ki, standartdan yenə də yaxşı, yenə də gözəl görünəcək. Maraqlı bir prosesə başlayırıq. Bu proses hardasa 2 ay, 3 ay çəkə bilər. Ümid eləyirəm ki, havalar tam qızmamış, artıq biz avtomobilimizi yollarda idarə etmiş vəziyyətdə olarıq. Çox da vaxtı aparmaq istəmirəm. Başlayırıq. Məndə başımdadır türkünlər. Aysa. Bu birinci sokumuzdur, maşından çıxan. Evet. Bumper. Lip hansıdır? Bir dənə lipdən bunlar çıxır. Bu bir dənə lipinki də. Uşsat. Qəşəng qalıb ay kimi. Paralelni uşaqlar burada da iş gedir. Wrangler-də hikmət nədir bu? Yox, Grand Cherokee. Grand Cherokee. Bu. Bunu görsən zərgidir. Ha, Usilenia. Usilenia. Zarafatsız, bu nazik dəmir idi, oldu qalın belə. Ola istəymiş. Tez nə yerlər işləmə tutdu elə. Eyvə. İş gedir. Good. Hop. Aslında işlemişler. Ya 5000 sürmüşəm. 46000 idi, 52000-dir. Filtr alınmalıdır. Filtr corab alarsan ona. Corab alanda aralarda olmur. Хорошо. O 4-5 dollar. maraqlanaram, yaxşı. Yaxşı. Ay. Zakalit. Qalındı biraz. Şöyle bir 20 dəqiqə var. Olur ha. Ya bu niye ripuçka ilə yapışdırım sana ya BMW? Gəldi. Təbriklər usta. Çay içə bilərik. Yalan var.
Oradan bəlkə. Yox. Bayata olsa da düşər. Ay sağ ol. Qəşəng, təmiz qısok. Başdan gəlibdir. Deydə Ha, bu da belə gəlir. Ha. Adın istəyirsən. Yalandan vurdular bunları. Ya. Evet. Dejavu yaşayıram bu dəqiqə. Yenə hafifqə sökürük. Спасибо, müəllim. Hoppa. Davay. Sen bir tane bak. Keçir. Ayağı keçir. Ha, keçir. Evet, yanı keçir. Pis deyil. Pis deyil. Bunu hara bir dəfəlik. Bura bayaqdan olsa ortaya koymuşsan, balık çiçeği, sarmış kalan çiçeklerin satına koymalar. 10 kepik. O tapdım. Boltu tapdım. Al. Vereceğim böyle. Ay. Belə. Bir daha Alikan tasarım buraya kadar. Alik. Götür. Getdi. Hoş geldin. Nur güyendi. Ya gel şimdi bu. Ha, baba. Bunu götür biraz ağırdı. Salam. Necəsən? Canavar. Xantı Mantınskı. 2018'in dekabrı. Where is your shoe? The ayakkabıların hanım. Ölme. Sənə bir dənə söz deyim. Sırra. Sabah Ford satıldı. Niye? Bu günü gözləyirmiş. Nətərdirsən? Belə gedim. Onda böyle bir tane de Bir dənə gedim. Altınları eləyəsin. Gözlə, gözlə. Bunu biraz dalini. Yaxşıdır. Burada korku. Yaxşıdır da deyirəm.
Deyirəm ki. Ora yığ, ora kolun. Hara belə. Nötrürsün, 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 nötrürsün. Nötrürsün, nötrürsün. Sökməyə nə var Saat hardasa 1 radələridir. Maşını sökülü vəziyyətdə görürsünüz. Detalları, baxın, hamısını bir-bir strecləmişik kamranla. Nə bilim, arxa sideniyamız, arxa polka, stoplar, fara, bütün moldinglər, oturacaqlarımız, sideniyalar, bamper. Düzdür, bamperlər prime tuningə gedəcək, çünki rənglənəsi detallardır. Maşında da vəziyyət gördüyünüz formada. Bütün söktük. Kapotun altına bayaq da dediyim kimi düzdür bağlanıb indi. Dəyməyəcək, amma bütün bu aralar falan hamısı söküldü, çıxdı, ruçkalar çıxdı. Abifkanı da demirəm. Oturacaqlar falan və planlaşdırırıq ki, hardasa buralardan belə maşını rəngləyək. Salonda vəziyyət belə. Bunların hamısını indi klonkalayacaq, bütün kavralitini falan. Maksimum dərəcədə indi nə qədər bağlaya bilirik, bağlayacaq. Arxa polkanı da çıxartmışıq. Çox güman ki, arxa patpres də çıxacaq. Səbəb isə zaten bilirsiniz məncə artıq bu arada olan boşluğu rəngləyə bilmək üçün. Buralar bu formada. Bagajı tam boşaltdıq, heç nə qalmayıb üstündə. Yəqin ki, buradakı vin hissəsini də bağlayacaqlar rəngləyəndə. Eynilə də vəziyyət belədir. Bir dənə bu qalıb, buranın plasması çətin çıxır. İndi Hikmət onu çıxardacaq. Belə sağda da vəziyyət eyni formada. Bugün normal işlədik, maksimum dərəcədə nə eləyə bilirik elədik. Əslində daha tez başlasaydıq, bəlkə indilərə qalmazdıq. Amma qismət əsas odur, maşını bir günə söküb qutara bildik. İndi bunları yükləyib aparırıq qaraja, öz qarajıma. Maşında sabahları yəqin artıq prime tuningə tərəf yola düşmüş olacaq. Belə, bugünümüz də bu formada. Gördüyünüz kimi bir Ford M4 CS zapçasdır. Hamısı paketləndi, səliqə ilə, səhmanla. Artıq yola düşmək olar. İkinci gündəyik uşaqlar. Dünənləri saat 4-ə 5-ə kimi işləmişik. Maşını bütün söktük.